Salam dəyərli dostlar, hər vaxtınız xeyir olsun. Bugünkü mövzumuz cümlənin məqsəd və intonasiya görünövləridir. Qısa mövzudur, rahat mövzudur. Sadəcə siz biraz səbirli olub dinləsəz sona kimi inşallah mövzunun öhdəsindən gələcəksiniz. Sizin çətin bir şey qalmayacaq. Cümlənin məqsəd və intonasiya görünövü deyəndə nə nəzərdə tutulur? Yəni mən cümləni hansı məqsədlə qarşı tərəfə deyirəm? Sual mı vermək istəyirəm, əmr mi vermək istəyirəm və yaxud da nəql edirəm ola bilsin bir cümləni qarşı tərəfə və yaxud da həyəcanlı mı deyirəm? Bu tipli şeylərə görə cümləmiz 4 məna növünə bölünür. Nəqli cümlə, sual cümləsi, əmr cümləsi və nida cümləsi. Gəlin elə birbaşa nəqli cümləmizdən başlayaq. Nəqli cümlədə müəyyən bir əşya, əlamət haqqında qarşı tərəfə məlumat verirsən. Hadisəni sadəcə ona nəql edirsən. Məsələn, bugün hava istidir deməklə mən havanın isti olduğunu qarşı tərəfə nəql elədim. Yəni məlumat verdim. Yəni məlumat vermək məqsədi ilə işlədilən bütün cümlələr sonunda əgər nida işarəsi yoxdursa, nöqtə varsa, üç nöqtə varsa, nəqli cümlə hesab olunur. Bu cümlələr adi intonasiya ilə deyilir, sonunda əsasən nöqtə işarəsindən istifadə olunur. Məsələn, mən məktəbə getdim, uşaqlar dərsə hazır idilər. Bir şey yadda saxlayaq ki, yəni bizim işlətdiyimiz cümlələrin onsuz da 70% nəqli cümlədir. Mənim hal-hazırda sizə verdiyim məlumat belə nəqli cümlələr vasitəsilə verilir. Nəqli cümlə feilin əmr şəklində ola bilmir. Çünki feilin əmr şəkli axı əmr cümləsini yaradacaq, get, gəl, gör və s. Bunu yadda saxlayacaqsan və salam. Qalan iş nəqli cümlədə rahatdır. Nəqli cümlə ismi xəbərli də ola bilər. Bura məsələn məktəbdir. Feili xəbərli də ola bilər. Məsələn, evə getdim deməklə feili xəbərdən istifadə edirəm. Daha sonra gəlir əmr cümləsi. Əmr cümləsi isə elə məncə siz anladınız artıq söhbət nədən gedir. Ağıllı uşaqlarsınız, ağıllı müdavimlərsiniz. Əmr vermək məqsədlə işlənən cümlədir. Məsələn, mən qarşı tərəfə bir şeyi əmr verə bilərəm və əmr cümləsində bu feilin əmr şəklindən istifadə olunur. Amma məzmun həmişə əmr deyil. Yəni sən komandir deyilsən ki, qarşı tərəfə əmr verəsən. Bəzən o əmr cümləsində niyyət, məsələn, arzu ola bilər, istək ola bilər, xahiş mənasında deyə bilərsən qarşı tərəfə fikrini. Amma yenə də əmr cümləsi olacaq və yadda saxla. Əmr cümlələrin xəbəri yalnız feilin əmr şəklində olmalıdır. Məsələn, bugün hamı dərsə gəlsin, şəxs sonluğuna fikir verin, əmr şəklinin sonluğudur və bu artıq əmr cümləsi olacaq. Əmr cümlələrin sonunda da nöqtə işarəsindən istifadə olunur, nəqli cümlədə də bu belə idi. Daha sonra, gəl dərsi danış, hazırlığa yaxşı hazırlaşım, birinci şəxs özünə deyir, əmr verə bilər. Hazırlığa yaxşı hazırlaşım və bu da əmr cümləsi hesab olunur. Gedək, gedin, gedim, getsin. Sizin işiniz nədir? Baxın, şəxs sonluqlarını mən bura qeyd edirəm. Məsələn, mən yazım, biz yazaq, sən yaz, yəni ikinci şəxsə şəkilçidən istifadə olunmur şəxs sonluğu olaraq. Siz yazın, o yazsın, onlar yazsınlar. Bu şəkilçiləri feilin sonunda gördüyün zaman və bunların sonunda nöqtə işarəsi varsa, bax, nida yox, nöqtə işarəsi varsa, əmr cümləsindən orada istifadə olunur. Yəni, işin bu qədər rahatdır. Bunu əzbərlə get Fərhad kimi dağları dəl. Belə, deməli, davam edir. Bugün 3-cü çəkilişimdir. Özümlə müəyyən qədər yorulmuşam, amma mövzu rahat mövzudur. Əmr cümləsi feilin əmr şəklindədirsə əgər, sizcə ismi xəbərli ola bilərmi? Təbii ki, xeyr, çünki əmr şəkli feili xəbər kimi işlənir. Ona görə də əmr cümləsi ismi xəbərli ola bilmir. Nəzərə sualları qarşınıza çıxanda bunu yadda saxlamalısınız. Gəldik sual cümləsinə. Sual cümləsi, əgər biz cümlənin sonunda sual işarəsi varsa, sual cümləsidir. Bitdi məsələ. Sual vermək niyyəti ilə, cavab almaq niyyəti ilə və yaxud da bəzən bir şey başa salmaq niyyəti ilə işlədilir. Məsələn, bir gün dərsə getmirsən, sual işarəsi var, sual cümləsidir. Bunu hamı bilir onsuz da. Bunu bir də götürüb izah edib vaxtınızı niyə alaq? Burada sizin bilməli olduğunuz şeylər nələrdir? Sual cümlələri 3 yolla yaranır. 1. Sual əvəzlilərin köməyi ilə, yəni həmin sual cümləsini yaradan şey sual əvəzliyi olur. Məsələn, neçə yaşım var cümləsində burada sualı yaradan, sualın yaranmasına kömək edən söz hansıdır? Neçə sözüdür. Deməli, bu neçə də sual əvəzliyi olduğu üçün deyirsən ki, bu sual cümləsi sual əvəzliyin köməyi ilə yaranmış cümlədir. Sonra sual cümlələri sual ədatlarının köməyi ilə də yarana bilir. Bəs, məgər, yəni, m, ki ədatları ilə. Məsələn, Bakıda, məgər Bakıda deyilsən, burada məgər sual ədatıdır. Deyəcəksən, sual ədatının köməyi ilə yaranır. Bir də var, ancaq intonasiyanın köməyi ilə yarananlar. İntonasiya nədir? Yəni, sadəcə sual işarəsi qoyuram və cümləni elə səsləndirirəm ki, o səs tonunda, yəni intonasiyamda sual məzmunu yaranır. Məsələn, bugün gələcəksən, görürsənіз, o sonunu uzatdım, sual cümləsini intonasiya ilə yaradıram.
Və bir şey yadda saxlayaq, onsuz da sual əvəzlənmə, sual aratan köməklə yaranan cümlələrdə də intonasiya olur. Bəzi cümlələr var, onlarda hər üçü iştirak eləyir. Görə bura qeyd eləmişikmi? Onlara nə deyilir? Kompleks sual cümlələri deyilir. Məsələn, belə bir cümlə yazıram. Bəs neçə yaşın var? Bu cümləmizdə bəs sual ədatıdır. Neçə sual əvəzidir. İntonasiyada onsuz da var. Bu cümlədə artıq üçü də iştirak edib. Yəni şərt deyil ki, mənim cümləmdə yalnız onlardan biri və yaxud da ki, ikisi iştirak eləsin. Yəni üçün də iştirak eləməsi heç bir problemi yoxdur. Bir də sizə bir şey deyim mən. Biz sualı qarşı tərəfə iki niyyətdən verə bilərik. Bir var cavab almaq məqsədindən, bilmirəm, soruşub cavab alıram. Bir də var sual cümlələrini verirəm ki, qarşı tərəfə bir şey sual vasitəsilə başa salım. Və həmin o sual vasitəsilə başa salmaq istəyirəmsə fikrimi, o sual cümlələrinə deyilir ritorik sual. Və yaxud da ki, bədii sual. O ədəbiyyatda bədii sualla tanışsınız müəyyən qədər. Məsələn, cümləyə fikir verək. Cümlədə deyirəm ki, heç Əli müəllimin hazırlığını da oxumamaq olar, sualdır da. Təbii ki, oxumamaq olmaz da, yəni. Sual cümləsidir. Bu sualda həqiqətən cavabı mənə maraqlıdır. Kimsə durub desin ki, yox, olar, olmaz. Xeyr. Mən bu suala görə verirəm ki, Əli müəllimin hazırlığının keyfiyyətini qarşı tərəfə izah edim. Təbii ki, indi müəllim eqoluzda xeyr, sadəcə mizah üçün qoymuşam bura. Yəni, sual cümləsi başqa bir sual fikirləşək. Təsəvvür elə ki, mama sənə deyib ki, bir gün qonaq gələcək, dur evi hazırla. Sən də bütün evi təmizləmişsən, yer yığış eləmişsən, hətta televizorun altını belə silmişsən, əlləri sırmalıb gəlib mamanın qabağına dayanmısan, mama deyirsən ki, mama, heç bir evə gələn qonaq buradan getmək istəyər, sual verirsən mamaya, amma səncə bunun cavabı maraqlıdırmı sənə? Mama desin ki, yox, istəyər, istənməz. Sən niyyəti bu cavabı almaq üçün verməmsən sualı. Ona görə bu sual verirsən, mamaya başa salasan ki, mən qəşəng ev təmizləmişəm. Hə, bu suala biz bədii sual deyəcəyik. Deməli, sual cümləsinə başqa bir məqam yoxdur. Bir dənə burada bir məqamımız nədir? Baxın, sual əvəzlikləri demişik ya, yada saxlayın. İstənilən sual əvəzi sual cümləsi yaranmasına xidmət eləmir. Əgər feili bağlama tərkibinin asıl tərəfində sual əvəzliyi varsa, tabeli mürəkkəb cümlədə bağlayıcı söz kimi məsələn sual əvəzliyi işlənibsə, onlar sual cümləsi yaratmır. Məsələn, deyirəm ki, neçə yaşı olduğunu hardan bilim? Burada hardan bilim, məsələn, cümlədə bilim sözü oldusa xəbər. Amma neçə yaşı olduğu, nəyi sualına cavab verir, bir yerdə tamamlıqdır. İndi onu tabeli mürəkkəb cümlədə ətraflı izah edəcək. Yəni, bir şey yadda saxlayın ki, sual əvəzliyi birbaşa suala xidmət edirsə, sual cümləsi yaranmasında iştirak edən sual əvəzliyidir. Yəni, bəzən elə cümlələr var, sual əvəzliyi var, amma sual cümləsi belə deyil o. Yəni, həmişə bunu gördümsə, sual cümləsini bu yaradıb demək deyil məsələ. Bunu yadda saxlayın. Sonra, son olaraq gələn nida cümləsinə. Nida cümləsi nədir? Mən cümləmi intonasiya ilə, həyəcanlı şəkildə deyirəmsə, bu nida cümləsidir. Kimisə məsələn evi yanır, Allah uzaqlasın, kimisə çox sevincli günüdür, bir cümlədir, böyük emosionallıqla deyirsə, əsasən elə cümlələrin sonunda biz nida işarəsi qoyuruq və nida cümləsi əmələ gəlir. Məsələn, evdəkiləri bezdirmirsən, dərs oxumursan, evdəkilər də deyir ki, bəsdir. Avtomatik bu həyəcanlı, emosional bir cümlədir. Bu cümlə nida cümləsidir. Yəni, belə yadacaq, nida cümlənin sonunda həmişə nida işarəsi qoyulur. Ən rahat yolu budur. Hə, nida cümlələrində də yaranma yolları iki dənədir. Nida cümlələri var, yalnız intonasiya ilə yaranır. Yəni, orada nidadan istifadə olunmur. Biz bilirik də, köməkçi hissəmiz nida var bizim. Bəzi nida cümlələri var ki, orada nidalardan da istifadə edirəm. Məsələn, ah, mən nə edəcəyim cümləsində nidadan istifadə eləmişəm. Amma bir şey yadımda saxla. Bu nida var deyə cümlə mütləq nida cümləsi olmalı deyil. Bu nida nəqli cümlədə də işlənə bilər. Məsələn, ay Əli, məsələn, hara gedirsən, sual cümləsini işlətdim. Və yaxud da ki, ay dostum, bugün çox gözəl gündür, nöqtə qoydum sonra, nəqli cümlədə işlətdim. Yəni, bu nida cümlənin mənasını heç vaxt müəyyənləşdirə bilməz. Sən nida cümləsini sadəcə nida işarəsi ilə tapa bilərsən, işarə ilə, nidanın özü ilə yox. Bu nida elə belə şeydir. Sadəcə nida cümləsi yaranmasına kömək edən vasitəsi. Bunu yadda saxlamalısan. Belə, indi nida cümləsində bildik, gələk vacib qaydalara, əsas qaydalar onsuz da bunlardır. Baxın müəllimə, deməli, yadda saxlayaq ki, mən nəqli cümlənin sonuna sual işarəsi qoymaqla, yəni bir nəqli cümlədir, məsələn deyirəm ki, Bakıdayam cümləsi. Bu nəqli cümlədir. Mən bunun sonuna sual işarəsi qoysam, Bakıdayam, sual cümləsi olacaq.
Mən bunun sonuna nida işarəsi qoysam, Bakıdayam nida cümləsi olacaq. Əmr cümləsi də belədir. Sonuna sual və nida işarəsi qoymaqla sual cümləsini və nida cümləsini çevirə bilərsən. Amma yadda saxla, sən nəqli cümləni əmr cümləsinə çevirə bilməzsən. Əmr cümləsini nəqli cümləyə çevirə bilməzsən. Niyə? Çünki axı əmr cümləsi feilin əmr şəklində olur. Və əmr şəklində olduğu üçün də nəqli cümlədə əmr şəklində ola bilmir. Yəni bunlar heç vaxt bir-birini əvəz edə bilmir. İstisna məqamı varmı? Var, deyəcəm ona sizə. Gəlin istisna məqamı ilə baxaq. Əgər bir cümləmizin sonunda aq şəkilçisi varsa, orada həm nəqli, həm də əmr kimi düşünmək olar. Necə? Məsələn, yazaq cümləsinə fikir verək. Burada aq var. Bunu təhlildə necə təhlil edirik? Aq şəkilçisi varsa, ümumiyyətlə, yaz sözün kökü olur. Bunu iki cür təhlil etmək olur. Ya feilin arzu şəklində kaş dərslərimizi yazaq. Qıda şəxs sonuna olur. Ya da feilin əmr şəklində, yəni birinci oldu arzu şəkli. Arzu. Əmr şəkli necə olacaq? Gəl dərslərimizi yazaq. Əmr edirəm. Əmr olanda da aq bir yerdə götürülür şəxs sonuna kimi. Bu da olur əmr şəkli. Mən bunu iki cürdə yanaşa bildiyim üçün bir sözün sonunda aq varsa, mən onu arzu şəkli götürüb nəqli cümlə kimi də düşünə bilərəm. Əmr şəkli götürüb əmr cümləsi kimi də düşünə bilərəm. Və ya da sonuna nida qoyub nida cümləsi kimi də düşünə bilərəm. Gəl dərsimizi yazaq. Və ya da ki, məsələn, sual kimi də düşünə bilərəm. Gəl dərslərimizi yazaq. Və ya da ki, nida qoyub emosional şəkli nida kimi də düşünə bilərəm. Yəni, belə deyim də sizə. Sən bu şəkilçini görürsənsə sözün sonunda, yəni boş verib də sözü sənə. O zaman bunu 4 məna növündə düşünə bilərsən. Belə təhlil eləsən oldu nəqli cümlə, belə təhlil olunubsa olur əmr cümləsi, sual qoysan sual cümləsi, nida qoysan nida cümləsi. Bəzən qabağına görsən ki, əgər gəl adatı var, axı bilirik əmr adatları əmr cümləsində işləyən əksər hallardır. Gəl adatı olsa əmr cümləsi götürəcəksən. Kaşı görsən, kaş ədatını avtomatik olaraq arzu şəkli olacaq, yəni bu formada təhlil olunacaq, o zaman olacaq nəqli cümlə. Yəni kaşı gördün nəqli cümlə, gəli gördün əmr cümləsi. Belə də yolda saxlaya bilərsin. Məntiq işidir tamamilə. Deməli, bunu da bildik. Gələ hansı məqamımıza? Yadda saxlayaq. Dedik ki, əmr cümləsini suala çevirmək olur. Amma bir dənə istisna məqamımız var. Əgər sənin əmr cümlən ikinci şəxsdədirsə, suala çevirə bilməzsən. Testdə də bu çox düşür. Məsələn, evə tez gəl sözü ikinci şəxsdədir, ikinci təkində. Sən qarşı tərəfə deyə bilərsən ki, evə tez gəl. Olmur. Maksimum deyə bilərsən ki, evə tez gələ bilərsən. Bilərsən də sual qoya bilərəm. Amma evə tez gəl deyə bilmərəm. Ona görə də yadda saxla. Əmr cümləsi birin və üçüncü şəxsdədirsə, birinci şəxsdədirsə, suala çevirə bilirsən. Amma ikinci şəxsdədirsə, suala çevirə bilmirsən. Bunu da yadında saxla. Testdə qabağa çıxanda ikinci şəxs görəndə bil ki, onu suala çevirmək olmur. Cümləmizin məqsədi intonasiya növləri bunlar idi. Ümid edirəm ki, sizə faydalı oldu. Videonu bəyənməyi, kanala abunə olmağı yaddan çıxarmayın. Növbəti çəkilişlərdə görüşənədək.